Xeyir olsun, biz sualların izahı ilə davam edirik. Deməli, 91-ci sual. İskitlərin eramızdan əvvəl 7-ci əsr tarixi üçün səcəvidir. Manna ərazisində məskunlaşmaları, bəli, biz bunu götürəcəyik. 7-ci əsrdə məskunlaşıblar. Asuriya hökmdarı 2-ci Sarqon yürüşünə məruz qalmaları, xeyr, biz bu variantı götürmürük. Daha sonra 3. Midiyada ağalığa nail olmaları, bəli, 7-ci əsrdə Midiyada ağalığa nail olublar. Asuriyanın süquta uğratmaları, biz bilirik ki, Asuriya dövlətini Midiya və Babilistan ittifaq yaradaraq süquta uğradıblar. Ona görə 4-cü variantında üstündən xətt çəkirik. 5. Dövlətlərinin Midiya tərəfindən süquta uğradılması, biz bilirik ki, deməli, Midiya dövləti İskitlərin yaratmış olduğu dövləti əslində süquta uğradıb. Sadəcə olaraq bu 7-ci əsr yox, 6-cı əsrin əvvəllərində olmuşdur. Ona görə 5-i də götürmürük. Doğru cavab 1 və 3. Xronoloji arıcılığı müəyyən edin. Azərbaycan ərazisində İskit şahlığının yaranması, biz bunu götürəcəyik. Deməli, 7-ci əsr. İranzu mərkəzləşmə siyasətinə qarşı üsyanın baş verməsi, bu eramızdan əvvəl 719-cu il, yəni 8-ci əsr. Manna dövlətinin süquta uğraması isə eramızdan əvvəl 6-cı əsrin əvvəlləri. Burada arıcılığımız isə bizim olacaq 2, 1 və 3. 93-cü suala baxırıq. Xronoloji arıcılığı müəyyən edin. İskitlərin Azərbaycan ərazisinə məskunlaşması, 2-ci Sarqon Manna ərazisinə yürüş etməsi, Midiya dövlətinin süquta uğraması. Yenə arıcılığımız 1-ci olacaq. 2-ci Sarqon Manna ərazisinə yürüş etməsi, bu 8-ci əsr. Daha sonra 1 olacaq. İskitlərin Azərbaycan ərazisinə məskunlaşması 7-ci əsr və ən son Midiya dövlətinin süquta uğraması, bu isə olacaq eramızdan əvvəl 550-ci il, yəni 6-cı əsrin ortası. Daha sonra 94-cü sualda göstərilib ki, Manna dövlətinin hökmdarları İranzu, Ulusunu və Aşşeri paytaxt şəhərində baş vermiş üsyan nəticəsində öldürülmüşdür. Biz bilirik ki, bu aiddir Aşşeriyə. Ona görə bura A götürürük. Eramızdan əvvəl 8-ci əsrin 30-cu illərində dövləti idarə etmişdir. Biz bunu İranzuya aid götürəcəyik. Nəyə görə İranzuya? Çünki İranzunun hakimiyyət illərini bilirik ki, eramızdan əvvəl 740-719-cu illərdir. Yəni 8-ci əsrin 30-cu illərində də belə deyək, Mannanı İranzu idarə etmişdir. Ona görə B-ni götürəcəyik ona. Sirdaqqa müqaviləsi bağlanmışdır. Sirdaqqa müqaviləsini imzalayan isə Ulusunu olmuşdur. C-ni ona götürürük. Eramızdan əvvəl 7-ci əsrin 50-ci illərində hakimiyyətə gəlmişdir. Bunu götürməyəcəyik, çünki 7-ci əsrin 50-ci illərində hakimiyyətə gələn vali idi. Eramızdan əvvəl daha doğrusu Yebəndində isə müəyyən müddət Urartu dövləti ilə ittifaqda olmuşdur. Bunu da Ulusunuya aid edəcəyik. Daha sonra 95-ci suala baxaq. 95-ci sualda İranzu Ulusunu yenə Aşşeri verilmişdir. Dövlətin paytaxtını İzurtu şəhərindən köçürmüşdür. Biz belə bir məlumata rast gəlməmişik. Ona görə bunu çıxırıq. Canişinlik sistemi yaratmışdır. Bunu götürəcəyik biz İranzuya aid. Daha sonra dövlətin əsasını qoymuşdur. Biz bu barədə də bir söz də ekləyə bilmərik. Sadəcə belə bir məlumat var ki, eramızdan əvvəl 829-cu ildə 3-cü Salman Asanın sərkərdəsi hücum zamanı İlk dəfə o Manna hökmdarı Udakin adını çəkir və orada belə bir məlumat deyir ki, mən Mannalı Udakinin məskənlərinə yaxınlaşdım. Amma yəni tam dəqiq ilk Manna hökmdarı haqqında bir məlumat yoxdur. Ona görə də dövlətin əsasının qoyulması haqqında olan variantı da biz çıxacağıq. Hakimiyyəti eramızdan əvvəl 7-ci əsrin 70-ci illərində gəlmişdir. Biz bunu götürəcəyik artıq Aşşeriyə aid 675-650-ci illərdə Aşşeri hakimiyyətdə olmuşdur və nəhayət Asuriya hökmdarı 2-ci Sarqona Sirdaqqa müqaviləsi imzalanması, biz bunu bayaq dediyimiz kimi aid edirik Ulusunuya. Deməli 1-ə B, 2-yə E, 3-ə isə D variantı olacaqdır. 96-cı suala baxacağıq biz. Manna dövlətinin hökmdarları İranzu, Ulusunu və Uali. Şahandur şəhərində hakimiyyət əleyhinə üsyan baş vermişdir. Biz bunu İranzuya aid edəcəyik. Bircə saniyə yaxşı yazmadım. Aydın yazım. A bəndi. Daha sonra sualın digər hissəsi buradadır. Buradan baxaq. Deməli, bir dəqiqə balacaladım. Götürəcəyik. Urartu hökmdarının köməyi ilə hakimiyyətə gəlmişdir. Urartu hökmdarının köməyi ilə hakimiyyətə gələn biz bilirik ki, Ulusunudur. 2-yə B-ni götürəcəyik. Ualiyə aid olanı götürək indi də.
Daha doğrusu digər variantları oxuyaq. Eramızdan əvvəl 7-ci əsrin ikinci yarısında ölkəni idarə etmişdir. Biz bunu eramızdan əvvəl 7-ci əsrin ikinci yarısında ölkəni idarə etmişdir. Bunu aliyə aid götürəcəyik. Kim digər suala getdi. Midiya dövlətindən asılılığı qəbul etmişdir. Belə bir məlumata rast gəlmirik. Bir də dövlətin əsasını qoymuşdur. Yenə bunların ikisi də aid olmayacaq. Daha sonra biz baxırıq 97-ci suala. İranzu ulusunu və Ualiyə aid olan məlumatları qeyd edəcəyik. Dövlətin ilk hökmdarı olmuşdur. Yenə bunu da çıxacağıq biz. Hakimiyyətin ilk vaxtlarında Urartu ilə yaxınlaşmışdır. Deməli, biz bunu götürəcəyik Ulusunuya aid. Daha sonra hakimiyyəti dövründə ölkə Asuriya hökmdarı Aşurbanipalın dağıdıcı yürüyüşlərinə məruz qalmışdır. Bu Aşeriyə aiddir. Ona görə də burada da Aşerin adı verilməmişdir. Çıxırıq. Vilayətləri canişinlər tərəfindən idarə edilməyə başlanmışdır İranzu. Və nəhayət eramızdan əvvəl 7-ci əsrin ortalarında hakimiyyətə gəlmişdir. Bunu da valiyə aid edəcəyik. Deməli, burada cavab olacaq 1D, 2B, 3 isə A. İndi mən biraz səliqəsiz yazmışam, amma axırda səsləndirirəm ki, yəni kimsə hərfləri seçə bilməsə bilsin. 98-ci sual. Lulubi dövlət qurumu, Kuti dövlət qurumu və Aratda. Deməli, hökmdar Anubanin dövründə daha da güclənmişdir. Biz bunu aid edəcəyik Lulubi dövlət qurumuna. Bilirik ki, Lulubi dövlət qurumunun ən qüdrətli hökmdarı olmuşdur Anubani A. Daş sütun abidəsi yaratmışlar. Bunu da götürəcəyik biz Lulubilərə aid. Azərbaycan şimal ərazisində yaranmış ilk dövlətdir. Azərbaycan şimal ərazisində yaranmış ilk dövləti biz artıq İskitlər hesab edirik. Bu da getdi. Dini idarələrə maş-maş rəhbərlik edirdi. Dini idarələrə maş-maşın rəhbərlik etməsini götürürük Arattaya aid. Akkad dövlətinin süqutu uğratmaq isə Kutilərə aiddir. 100 il hakimiyyətdə olmuşdular Mesopotamiyada. Bu da belə. Burada Atropatenaya aid də əslində məlumatları var. Gəlin onların da izahı ilə tanış olaq. Atropatena dövlətinə aid deyil. Ölkədə Yunan yazısı mövcud olmuşdur. Yazılmışdır da, yayılmışdır daha doğrusu, bəli. Makedoniya İskəndər imperiyasının dağılması nəticəsində meydana gəlmişdir. Bəli, şimalda Albaniya ilə həmsərhəd edir, o da aiddir. Paytaxtı İzurtu idi, biz bunu götürməyəcəyik. Çünki bilirik ki, Atropatena dövlətinin paytaxtı Qazaka, Albaniya dövlətinin paytaxtı Qəbilə şəhəri idi. İzurtu isə Manna dövlətinin paytaxtı olmuşdur. Qədim Atropatena dövləti Qədim Atropatena və Hindistan tarixinə aid oxşarıq. Makedoniya İskəndər tərəfindən tamamilə işğal edilməsi xeyr, bunu götürə bilmərik. Eramızdan əvvəl 9-cu əsrə güclü dövlətə çevrilmələri biz bilirik ki, 321-ci ildə yaranmışdır Atropatena. Roma imperiyası ilə müharibə aparmaları, quldar dövlət olmaları, hieroqlif yazı sistemindən istifadə edilməsi. Roma imperiyası ilə müharibə ümumiyyətlə götürməyəcəyik. Getdi bu da. Hieroqlif yazı sistemindən istifadə bu da aid deyil. Cavab olacaq quldar dövlət. Bəli, həm Atropatena, həm Albaniya, həm Hindistan quldar dövlət olmuşlar. Eramızdan əvvəl, burada deyə yazım ki, aydın olsun. Eramızdan əvvəl 4-cü əsrdə Azərbaycan cənubunda yaranmış dövlət. 4-cü əsrdə Azərbaycan cənubunda yaranmış dövlət Atropatenadır. Eramızdan əvvəl 321-ci ildə.